Bugün dedim biraz fərqlilik olsun və bir mövzu ətrafında danışmaq istəyirəm. Hansı ki, bir çox dırnaqarası dindar kütlə var ki, onlar bu psixoloji problemləri, ümumiyyətlə mənəvi baxımdan əziyyət çəkən insanları qınayırlar ki, sən yaxşı dindar olsan, sənin Allaha inancın tam olsa, sən özünü narahat hiss eləməzsən. İnsan məsələn depressiyadadır və yaxud da hansısa psixoloji pozuntudan əziyyət çəkir. Başlayır ona bildirməyə ki, sənin dini dünya görüşün yaxşı olsaydı, əgər sən yaxşı dindar olsaydın, Allaha qəlbini tam bağlasaydın, səndə belə bir problemlər olmazdı. O insanlara da sözüm. Baxın, biz nə qədər də dini dünya görüşünə malik olsaq və yaxud da fərqi yoxdur, ümumiyyətlə dünya görüşümüz nə yöndə olsa belə, hansısa bir pozuntunun əlamətlərini özümüzdə müşahidə ediriksə, bu bizim dünya görüşümüzdən əlaqəli olmur. İnsan dinə bağlı bir insan ola bilər, Allaha inanan bir insan ola bilər, amma depressiyanın ağır bir formasını yaşaya bilər və yaxud da bipolyar pozuntudan əziyyət çəkə bilər və orada da psixogen səbəbdən depressiya yaranır. Yəni onun bir dövrü kimi. Bu insanı qınamaq əvəzinə ki, sən yaxşı dindar olsaydın bu vəziyyəti müşahidə eləməzdin. Gedin biraz o xəstəliklər haqqında araşdırma eləyin. Psixoloji pozuntuların yaranma səbəbləri haqqında araşdırma eləyin ki, görün onun yaranması həqiqətən də dini dünya görüşünün zəif olmasına bağlıdır, yoxsa başqa psixoloji səbəblər var, başqa faktorlar var ki, o insan əhval-ruhiyyəsinə təsir göstərir. Düşünün ki, insan bipolyar pozuntudan əziyyət çəkir və bipolyar pozuntuda iki dövr olur, manik və depressiv dönəm. Manik dönəmdə insan əhval-ruhiyyəsi yüksək olur və özünü hər şeydə yaxşı hiss edir və hər şeyi edə biləcəyini düşünür. Amma depressiya dönəmində insan çökmüş vəziyyətdə olur və dünyanın boş, mənasız, həyatının boş olduğunu düşünür, heç bir şeydən zövq ala bilmir. Ola bilər bir insan dindar olsun və bipolyar pozuntudan əziyyət çəksin. O dindar olsa belə, nə qədər namaz qılsın, dinə yönəlsin, fikirləri bu istiqamətdə olsun, özünü pozitiv düşünməyə məcbur eləsin, heç bir xeyri yoxdur. Çünki bipolyar pozuntuda, depressiya dönəmində heç psixoloqun belə o şəxsin müdaxiləsi işə yaramır. Dərman təyinindən sonra insan əhval-ruhiyyəsi müəyyən qədər dəyişir. Və bu məsələdə biraz diqqətli olmaq lazımdır. Ətrafınızda kimsə bu kimi problemlərdən əziyyət çəkirsə, özünü narahat hiss edirsə, onu heç vaxt qınamayın. Onun obyektiv səbəblərini bilmədiyinizə görə ancaq əlinizdən qınamaq gəlir. Qınayaraq da o insanın əhval-ruhiyyəsinə daha da pis təsir etmiş olurum. Yenə də deyirəm, mənim burada bunu deməkdə məqsədim dinə yanaşma tərzimin necə olduğunu göstərmək və yaxud da o insanları qınamaq deyil. Sadəcə demək istəyirəm ki, bunun dinlə heç bir əlaqəsi yoxdur. Siz psixoloji pozuntuları bilmədiyiniz üçün bunun yaranma səbəblərini aparıb dinə bağlayıb insanları haqsız yerə günahlandırırsınız. Diqqətli olmaq lazımdır. Biraz da psixoloji bilikləri artırmaq lazımdır ki, daha obyektiv yanaşma olsun. Təşəkkür edirəm. Dinlədiyiniz üçün fikirlərinizi bu videonun aşağı hissəsində qeyd edin. Əgər bundan fərqli fikirləriniz varsa və yaxud da hansısa tənqidi yanaşmanız varsa, mən tənqidi açıq insanam. Şəxsidə belə yazıb mənə fikirlərinizi bildirə bilərsiniz.